40 dəqiqə ərzində həmin terrorçu səfirliyimizə daxil olmağa çalışırdı və ona müqavimət göstərən yeganə bizim təhlükəsizlik zabitimiz idi. O da silahsız idi. Həmin şəxs bir nəfəri qətlə yetirə bildi və təsəvvür edin ki, şəhərin mərkəzində 40 dəqiqə ərzində bir nəfər polis əməkdaşı hadisə yerinə gəlməmişdir. Həmin terrorçunun Kalaşnikov avtomat silahı var idi, çəkic, molotov kokteyli var idi və onlar bütün bizim kameralar tərəfindən təsbit edilib. Mərhum Xarici İşlər Naziri, İranın Xarici İşlər Naziri mənə vəd verdi ki, bunun üstündən artıq uzun müddət keçibdir. Bir ildən artıq keçibdir ki, həmin hadisəni törədən cinayətkar qanun qarşısına cavab verəcəkdir və ən yüksək cəzaya layiq görüləcəkdir. Ancaq bugünə qədər bu baş verməyibdir. Terror hadisəsi baş verəndən sonra həmin terrorçu mediaya müsahibə verdi. Yəni, təsəvvür edirsinizmi ki, başqa ölkənin səfirliyində kimisə qətlə yetirən bir şəxs gedib dövlət mediasına müsahibə verir. Həmin adamı ruhi xəstə elan etdilər. Yəni, bu şəxsin həqiqətən də ruhi xəstə olması üçün tibbi ekspertiza lazımdır. Bu şəxs isə dərhal ruhi xəstə elan edildi. Artıq 2 ildir ki, həmin məhkəmə qərarı icra edilməyib. Biz bunu unuda bilərikmi? Əlbəttə yox. Bu, bizim münasibətlərə kölgə salmaqdadır. Mən ümid edirəm ki, yeni hakimiyyət öz vədlərinə əməl edəcəkdir. Əvvəlki hakimiyyətin vədlərinə.